Salam əziz izləyicilər. Bugün sizə çox dadlı, bişmiş plambir kreminin hazırlanmasını bölüşürəm. Bu kremi bütün tortlarda, pirojnalarda çox rahatlıqla istifadə edə bilərsiniz. Gördüyünüz kimi çox gözəl, hamar, dadlı bir krem alınır. Kremin uğurlu alınmasının sirlərini öyrənmək istəyirsinizsə, mütləq videonun sona qədər izləyin. Öncə qazana 1 stəkan şəkər tozu əlavə edirəm. Ardından 70 qram qarğıdalı nişastası, 2 ədəd yumurta əlavə edirəm və 1 litr süddən istifadə edirəm. Öncə südün bir hissəsini əlavə edib, yaxşıca qarışdırıb həll etdikdən sonra qalan südü də qazana əlavə edirəm. İndi isə ocağa yerləşdirib, orta ateşdə qatlaşana qədər əlimi çəkmədən kremi qaynadıram. Krem qaynayandan sonra 1-2 dəqiqə qaynadıb ocaqdan götürürəm və isti-isti üzərinə bir bağlama vanilin əlavə edib yaxşıca qarışdırıram. Və üzəri soyuyana qədər qaysaq tutmaması üçün gördüyünüz kimi pinqvin kloku ilə üzərini bağlayıram və soyuyana qədər gözlədirəm. Otaq temperaturunda yumşalmış 200 qram kərə yağını mikserlə ağarana qədər yaxşıca qarışdırıram. Kərə yağı yaxşıca ağardıqdan sonra 300 qram qatlaşdırılmış südü üzərinə az-az əlavə edərək qarışdırmağa davam edirəm. Onu da deyim ki, kremin yaxşı alınması üçün mütləq kərə yağı da, qatlaşdırılmış süd də eyni temperaturda olmalıdır. Əgər kərə yağı yumşaq, otaq temperaturunda olub, qatlaşdırılmış süd isə yenicə soyuducudan çıxmış olsa, o zaman krem çürüyəcək, yaxşı alınan deyil. Ona görə də hər ikisini eyni anda soyuducudan çıxartmaq lazımdır. Gördüyünüz kimi bişmiş kremi də mikserlə biraz qarışdırıram və sonra isə qaşıq-qaşıq kərə yağı ilə qatlaşdırılmış südün üzərinə əlavə edib mikserlə qarışdırmağa davam edirəm. Bu cür etdikdə krem çox gözəl, hamar, havalı bir krem alınır. Videonun əvvəlində də qeyd etdiyim kimi, bu kremi rahatlıqla bütün tortlarda istifadə edə bilərsiniz. İnanın ki, çox ləzzətli, dadlı, sanki dondurma dadında bir krem alınır. Əgər videom xoşunuza gəldisə, videonu bəyənməyi, kanala dəstək olmaq üçün abunə olub, videonu yaxınlarınızla paylaşmağı, bildirişləri aktiv etməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun.